Salam əziz şagirdlər, 8-ci sinif atmosfer bölməsində növbəti mövzumuz yağıntıların paylanması mövzusudur. Buludlardan və yer səthinə yaxın hava qatından onun üzərinə düşən sulara atmosfer yağıntıları deyilir. Atmosfer yağıntıları buludlardan yağış, qar və dolu formasında yer səthinə düşür. Yer səthinə yaxın hava qatında isə şeh, duman, qrov və sırsıra halında yağıntı əmələ gəlir. Yağıntıların miqdarı düşən suyun əmələ gətirdiyi qatın qalınlığı millimetr ilə ölçülür. Yağıntıların 79% okean və dənizlərin, 21% isə qurunun üzərindən düşür. Yağışlar düşmə xarakterinə görə leysan yağışlar qısa müddətli olur və güclü olur. Deməli, eyni zamanda topa yağış buludlardan yağış yer səthinə, narin yağışlar xırda yağdıqları üçün bir neçə gün davam edir. Laylı yağış və yüksək laylı buludlardan düşür. Bir də çiskin yağışlardır ki, damcıları həddindən çox kiçik olur. Laylı və laylı topa buludlardan düşür. Yağıntıların paylanmasına coğrafi enliklər, atmosfer təzyiqi sahələri, okeanlara yaxınlıq, okean cəryanları, mütləq hündürlük və s. təsir edir. Yer səthinə düşən yağıntılar zonal paylanır. Yəni nə deməkdir? Ekvatordan qütbə doğru getdikcə yağıntının miqdarı dəyişir. Yağıntının çox hissəsi ekvatorial enliklərdə düşür. Bundan başqa ən çox yağıntı düşən yerləri deyək, Himalay dağlarının cənubunda olan Cherrapunji rayonunda və Havay adalarında yağıntı çox düşür. Solda göstərdiyimiz Havay adalarıdır. Bura isə Himalay dağlarının cənubudur. Ən az yağıntı isə Cənubi Amerikada, Atakama səhrası və Şimali Afrikada Liviya səhrasında qeydə alınır. İl boyu 1-5 mm yağıntı. Azərbaycanda yağıntılar ərazi üzrə qeyri-bərabər paylanır. Yağıntıların paylanmasına relyef, yamacların istiqaməti, Xəzər dənizinə yaxınlıq və hakim hava axınları təsir göstərir. Ən az yağıntılar Abşeron yarımadasının cənub-qərbində olan Puta məntəqəsinə düşür. Burada il boyu yağıntının miqdarı 150 mm-ə qədərdir. Bəzən 90, 100 və 150 mm-ə qədər. Ən çox yağıntılar isə Talış dağlarının ətəklərinə düşür. 1400-1700 mm ərzində. Düzənlik və dağətəyi sahillərdən orta dağlığa doğru yağıntıların miqdarı artır. Talış dağlarında yüksəliyə doğru getdikcə deməli yağıntının miqdarı azalır və yüksək sahələrdə yağıntı 300-400 mm-ə qədər enir. Düzənliklərdən dağlara doğru getdikcə yağıntı artır. Düzənlik və dağətəyi sahələrdən orta dağlığa doğru yağıntıların miqdarı artır. Yüksək dağlığa doğru getdikcə isə nisbətən azalma gedir yağıntıda. Talış dağlarında yüksəkliyə doğru yağıntının miqdarı azalır və yüksək sahələrdə yağıntı 300-400 mm-ə qədər enir. Talış dağlarında bu prosesin baş verməsi hündürlüyə doğru cənubdan gələn isti hava kütlələrinin təsiridir. Düzənliklərdən digər ərazilərimizdə isə düzənliklərdən dağlara doğru getdikcə yağıntının miqdarı artır. Böyük Qafqaz dağlarında, yəni ətəkdən yamaca və zirvəyə doğru getdikcə yağıntının biz 400-600 mm-dən 600-1000 və 1000-1600 mm qədər artdığını müşahidə edirik. Kiçik Qafqaz dağlarında isə 400-600-dən 600-1000 mm qədər yağıntının artdığını müşahidə edirik. Zəngəzur dağlarında da eyni zamanda 600-1000 mm qədər yağıntının artdığını müşahidə edirik. Yağıntıların çox hissəsi dağlarda yazlı və yayın əvvəllərində müşahidə olunur. Lənkəranda payızda, düzənlik ümumiyyətlə ərazilərdə isə yazda və payızda yağıntıların çox hissəsi düşür. Düzənliklərdə ən az yağıntılar yay fəslində müşahidə olunur. Zəngəzur dağlarında isə qış fəsli yağıntılı keçir. Bu qədər. Növbəti mövzuda görüşərik. Sağ olun.